Suzumu yığışdırdım. Hə. Deməli, bu gün keçirik biz duzları. Bundan qabaq oksidləri keçdik. Oksidləri biz tərkibində O, 2 elementdən ibarət nədən mürəkkəb maddələrdə oksigenlə tanınır, düz deyil. Əsasları keçdik. Əsaslar nə ilə tanınır? OH-la tanınır, düzdür? Bu oksiddir, bu OH-dır. Metal da ola bilər, qeyri-metal da ola bilər. XO, yəni metal da ola bilər. Amma burada mütləq OH-dakı metaldır. OH qrupu, funksional qrupdur əsaslarda. Turşularda da mütləq nə olmalıdır? Hidrogen olmalıdır. Bir də turşu qalığı olmalıdır. Məsələn, HN yazıram çünki bilmirəm bir əsaslıdır, 2 əsaslıdır, 3 əsaslıdır. Bu da X, turşu qalığıdır. X turşu qalığıdır. Hidrogen katyonu da və yaxud da atomu da mütləq orada olmalıdır. Bu bizim nəyimizdir? Qeyri-üzv biləşmələrin mühüm siniflərindən 3 dənəsi. Oksid əsas, bir də turşu. Qaldı bizdə nə? Duz. Duz nədir? Duz, bax bu turşudakı hidrogen atomlarını biz metal atomlarla əvəz edirik. Bir də amonium iyonu var, NH4. Ya NH4-dən əvəz eləyirik, ya da metal atomu ilə əvəz eləyirik. Necə? Lövhədə nə isə yazırsınız? Görsənmir. Görsənmir. Paylaşmamışam. Paylaşmışam axı. Yox, mən paylaşmışsınız deyə yazdığınız görsəm. Bir də yenidən paylaşacağım. Hə, indi görsənir. Bəli. Hə. Deməli, duzlar nədir? Turşulardakı hidrogen atomlarının metal və yaxud da amonium iyonu ilə əvəz olmasından yaranan mürəkkəb birləşmələrdir, mürəkkəb maddələrdir. Yəni, məsəl üçün, tutaq ki, mən yazıram H-xlor. Bu turşudur, xlorid turşusudur. Buradakı hidrogen atomu mən metalla əvəz edirəm. Məsələn, metalda natrium götürürəm, natrium xlor. Bu nə oldu? Mənim duzum oldu. İndi bu möhtəşəm bizim tanıdığımız duzlu xörək duzunun tərkibidir. Başqa cür adı bunun qalitdir. Qeyri-üzv kimyanı keçəndə öyrənəcəyik ki, bu digər adı da qalit imiş. Deməli, duzları biz necə tanıdıq? Turşulardakı hidrogen atomlarını nə ilə əvəz edirik? Metal atomu ilə. İndi biz turşulardakı bizim duzlarında növləri var. Duzların 4 dənə növü var. Normal duz, deyən qoy yazım duz. Duzların neçə növü var? İndi onu ayırd edirik. Normal duz. Sonra turş duz. Sonra yazıram burada əsasi duz, əsasi. Bir də 2 qat, əsasi və 2 qat, hələ 2 qatdan sonra biri də var, qarışıq. 2 qat. Bir də var qarışıq. İndi bu nə deməkdir? Necədir? Nədir? Biz dedik ki, turşulardakı hidrogen atomlarını metalla əvəz edirik də, düzdür. Əgər mən normal duz deyirəmsə, bütün turşudakı hidrogen atomlarının hamısını nə ilə əvəz edirəm? Metalla əvəz edirəm və yaxud da NH4 amonium iyonu ilə əvəz edirəm. Yəni NH4 niyə deyirəm? NH4 də özünü metal kimi aparır. Aydındır? Deməli, məsəl üçün, tutaq ki, bayaq xlorid turşusu yazdıq, ha? Xlorid turşusundakı hidrogen bir dənə hidrogen var. Onun birini də nə ilə əvəz elədim? Metalla əvəz elədim. Yəni, bir dənədir, hamısını metalla əvəz. Və yaxud da bir dənə yox, 2 dənədir. HCSO4. Mən buradakı hidrogenin hamısını nə ilə əvəz elədim? Əvəz elədim metalla. Deməli, bu nə adlandı? Normal duz. Və yaxud da H3PO4-dür. H3PO4. Buradakı hidrogen hamısını mən nə ilə əvəz edirəm? Metalla. Alınır nə? Natrium 3PO4. Bu necə duz adlandı? Normal duz. Bildiniz necə normal duz necə yarandı? Yəni, turşudakı hidrogen atomlarının hamısını mən nə ilə əvəz elədim? Metalla və yaxud da indi amonium varsa, amonium iyonu ilə əvəz edirəmsə, orada yaranan duzlar necə duzlar adlanır? Normal duzlar. Bura qədər aydın oldu mu? Normal duz necə yarandı? İndi turş duz deyirəm. Turş duz olması üçün mütləq turşunun əsaslığı deyirdi ya. Nə ilə müəyyən oldu? Hidrogenlərin sayı ilə. Mütləq hidrogen sayı orada birdən çox olmalıdır. Yəni, bir əsaslı turşudursa, orada mən ancaq normal duz əmələ gətirə bilərəm. Amma 2 əsaslı, 3 əsaslı olmalıdır ki, bu nə əmələ gətirsin? Turş duz əmələ gətirə bilsin. Məsəl üçün, H-xlordan, xlorid turşusundan mən ancaq normal duz əmələ gətirəm. Bir dənə hidrogeni, bir dənə metalla əvəz eləyə bilirəm və yaxud da NH4 amoniumdan əvəz eləyə bilirəm. Amma, məsələn, sulfatı, ortofosfatı əvəz eləyə bilirəm. Sulfatda 2 dənə hidrogen var.
Turş duz, turşu nə deməkdir? Nə ilə tanınır turşular? Hidrogen kationu ilə, hidrogen atomu ilə. Mən hidrogenin birini metalla əvəz edəcəm, birini saxlayacağam. Yəni neynədim? Natrium HSO4. Aydındır? Yəni turş duzların tərkibində mütləq nə olmalıdır? Hidrogen olmalıdır. Yəni mən buna nə deyirəm? Turş duz deyirəm. Və yaxud da H3PO4-dür. H3PO4. Burada iki cürə ala bilərəm. Məsəl üçün bir dəfə əvəz eləyirəm hidrogenini, məsələn natrium, kaliumla əvəz edirəm. Kalium əvəz elədim, nə alındı? H2PO4. İndi bunların adları da var. Bir də iki dənəsini əvəz eləyirəm. Kalium 2HPO4. Deməli, buna nə deyirlər? Turş duzları adlandırmaq üçün hidro sözündən istifadə olunur və yaxud da bax burada deyirəm bir dənə hidrogen varsa natrium hidrosulfat. Burada isə kalium 2 dənə hidrogen olduğu üçün kalium dihidroortofosfat. Burada isə bir dənə hidrogen var, bir dənə olanda kalium hidroortofosfat, 2 dənə hidrogen olanda di sözü əlavə olunur. Kalium dihidroortofosfat, o da ortofosfat turşusunun deməli turş duzlarında yaranan 2 dənə hidrogen yaranır da oradan belə gəlir. Vəssalam. Qalanlarında zaten bir dənədir. 2 dənə hidrogeni olanlarda əvəzlənmə neçə dənə gedir? Bir dənə əvəzlənmə gedir, bir dənə hidrogen saxlanılır. Nə əmələ gəlir orada? Turş duz əmələ gəlir. Aydın oldu mu turş duz necə? Məsəl üçün normal duz olduğu kimi adlandırdım da natrium sulfat. Nə bilim natrium xlorid. Düzdür? Bayaqdan xlorid turşusuydu. Turşu sözü əlavə edirdim. Turşunu yığışdırdım. Hidrogeni əvəz elədim natrium xlorid. Burada isə turşudakı hidrogen birini əvəz elədim metalla. Hidrogen birini saxladım. Nə sözü əlavə elədim? Natrium hidrosulfat. Turşu qalığı sulfatdır da. Sonra kalium dihidro. 2 dənə hidrogendir. Dihidroortofosfat. Çünki ortofosfat turşusunun duzudur. Bir də kalium bir dənə hidrogen olduğu üçün kalium hidroortofosfat. Aydın oldu? İndi məsələn indi qarşımıza hansı turşular çıxsa onları əvəzləmə eləyərik. Hələ ki tanıyaq ki turş duz nədir? Normal duz necə yaranır? Bunu başa düşdükmü? Tamam. İndi deyirəm əsası duz. Biz əsasları necə tanımışıq? Tərkibində OH-la tanınmışıq da, düz deyil. Mən də deyirəm ki, əsası duz deyirəm ki, orada nə olmalıdır? Hansı funksional qrup olmalıdır? OH olmalıdır, yəni hidroksil qrup olmalıdır, düzdür? Deməli, bu da kimdən yaranacaq? Bax, burada turşudan yarandı. Məsəl üçün, bunu mən normal duzu turşudan yaratdım, hidrogen əvəz elədim. Turş duzu da turşudan yaratdım, əsaslı turşudan yaratdım, hidrogenin birini əvəz elədim məsələn. Əsaslı duz da isə əsasdan yaranacaq, yəni necə yaranacaq? O da əsasdan yaranması üçün mənim orada əsasım bir turşulu əsas olmamalıdır, yəni bir dənə OH olmamalıdır, düzdür? Neçə dənə OH-ım olmalıdır? Məsələn, olmalıdır 2 dənə OH-ım, 3 dənə OH-ım. Məsəl üçün, mən yazıram bura, hansı əsası yazaq? Kalsium, natrium OH-dan yaranmayacaq. Bir dəqiqə, bu işləmədi. Niyə işləmədi? Ay, hara işlə? Hə, məsəl üçün, yazıram kalsium OH. Düzdür, 2 dənə OH-ım var. Mən bunu asanlıqla buradan əsası duz əmələ gətirə bilərəm. Necə? OH 2 dənədir. OH-ın birini turşu qalığı ilə əvəz edirəm. Məsələn, kalsium OH xlorid. Bunu adlandıranda da necə adlandırıram? Kalsium hidroksoxlorid. Və yaxud da, məsəl üçün, alüminium hidroksiddir. Burada 3 dənədir. Buradan yarada bilərəmmi? Məsələn, OH-ın birini əvəz elə nə ilə? Turşu qalığı ilə. Ya ikisini əvəz elə. Alüminium hidroksoxlorid. Xloridin sayı deyilmir. Əvvəllər deyilirdi. Bəzi kitablarda da qeyd olunur. Başım çıxmır. Bu niyə görə dixlorid deyirlər, birində demirlər. Metallarda, qarışıq duzlarda deyilir. Amma burada deyir yığışdırılıb. İndi yığışdırılıb. Əvvəllər dixlorid deyilirdim. Çünki 2 dənə xlorid olduğu üçün. Amma bir dənə, məsəl üçün, burada desəm ki, alüminium OH, 2 xlorid. Hidrokson sayı deyilir. Alüminium dihidroksoxlorid. Yəni bunun adı, OH-ın adı hidrokso gedir. Alüminium 2 olduğu üçün burada dihidroksoxlorid. Amma bu hələ də sual altındadır ki, əvvəlki kitablarda di deyə deyilirdi. İndi isə bəzi kitablarda, müəlliflərin kitablarında di qeyd olunur, amma bəzilərində qeyd olunmur. Ona görə də indi mən yenə də bunu araşdıracağam. Ki, yəni dəqiq sizin qarşınıza çıxdı, getdi orada di də oldu.
və yaxud da dilsiz də oldu. Hansını götürəcəksiniz, oradan vura bilərlər. Aydındır? Hələ də yeni indi kitablarda yəqin ki təzələyəcəklər bu duzlar mövzusunda. Sonra bunu başa düşdük. Yəni OH-ın 2 dənə OH olmalıdır əsaslardakı. OH-ın birini nə ilə əvəz eləyirəm? Turşu qalığı ilə əvəz eləyirəm. Əsası duz əmələ gətirmək üçün. Aydındır? Bəli, müəllim. İndi keçirəm 2 qat duzlara. 2 qat duzlar nədir? İndi burada əsası duz yazmışam. Hamısı qara oldu. 2 qat duzlarda bax bu turşudakı hidrogen var ha, 2 dənə. 2 qat. 2 dənə metal atom, fərqli metal atomu ilə əvəz eləyirəm. Nə ilə əvəz edirəm? Fərqli metal atomu. Məsəl üçün, tutaq ki, birinə yazıram natrium, 2 dənə hidrogeni yoxdur. Birinə yazıram kalium, bir də SO4 turşu qalığı. Yəni 2 dənə hidrogeni nə ilə əvəz elədim? Müxtəlif metal atomları ilə əvəz elədim. Natrium adlandıranda da birinci hansı metal gəlsə onun adını deyirəm. Natrium kalium sulfat. Və yaxud da yerini dəyişik də yaza bilərsiniz. Və yaxud da necə yaza bilərik? Tutaq ki, natrium yazıram, alüminium yazıram, SO4 yazıram. İndi amma bu formul belə qalmayacaq. Niyə mən bunu bu formulda saxladım birincini? Çünki natrium da 1 valentlidir, bu da 1 valentlidir, bu da 2'dir. 1, 1, 2, ona görə bu metalların valentini toplayanda 2 olur, bu da 2 olur. Ona görə bunları bir yerə gətirirəm, elə bir hidrogen yerində. Ona görə bura heç nə yazmayacağam. İndekslərini heç nə yazmıram. Amma burada yazacağam. Natrium, alüminium sulfat. Natrium 1 valentlidir, alüminium 3 valentlidir. Bu qara yazdım. Heç özüm də öz gördüyümü yazdığımı oxuya bilmədim. Natrium 1 valentlidir. Bu da 3 valentlidir. Düzdür? Bu da 2 valentlidir. İndi bunun metalları bir topla. Neçələrdir bu? 4. Bu da oldu 2. Onda bura 2 düşəcək də. Düzdür? Bu 4'dür, bu da 2'dir də. Bildiniz də necə yarandı? Bura 2 düşəcək. Bilirsiniz də necə yaranır? O nə olsun ki böyük formuldur. Başa düşdük? Bəli, müəllim. Vəssalam. Vəssalam. Sonra rəvi istəyəni yaza bilərsiniz. Yəni turşudakı hidrogenin yerinə məsəl üçün H3PO4 yazıram. H3PO4. H3PO4-də gəlin hidrogenləri əvəz eləyək müxtəlif metallarla. Məsəl üçün nə yaza bilərik? Natrium 2, kalium PO4. 3 dənə hidrogen deyildi. İkisini natriumdan əvəz elədim, birində kaliumdan. Qalanda turşu qalığı olduğu kimi qaldı. Bunu adlandıranda bu dəqiqdir. İndi onu da təzə çıxardılar. Dina əvvələ belə şey yox idi. Elə yenə adlandırırdım olduğu kimi. Natrium, kalium, fosfat. Metalın sayı deyilir. Amma burada yox ha. Burada yenə də deyirəm. Burada dəqiq hələ bir məlumat yoxdur. İndi dəqiq məlumat deyilsə ki, bu nədir, nə deyil, çıxsa mən sizə onun məlumat bildirəcəm ki, burada nədir, deyildi, yoxsa yox. Amma əslində son məlumata görə deyilmir. Deyil sözü, xloriddə deyilmir. Bax, bu xloriddə var ha. Burada yazdığı, hara getdi? Burada yazdığı alüminium, OH, xlor 2. Və yaxud da dəmir, OH, xlor 2. Bax, bu xlor var ha. Burada hidroksuz olduğu kimidir. Amma dixlorid bəzilərində deyilir, bəzilərində deyilmir. Amma son məlumatda bəziləri deyir, yox, deyilmir. Deməməlisən. Hidrokson sayını deyirsən, amma xloridi elə olduğu kimi deməlisən. Sayını deməməlisən. Alüminium hidroksixlorid, dəmir hidroksixlorid. Amma burada isə natrium, dinatrium, kalium, fosfat. Yəni natrium sayı deyildi. Və yaxud da bu şəkildə yaza bilərəm. Kalium, natrium, kalium 2, PO4. Birinci hansı metal gəldi? Biz 2 qatı deyirdik də. 2 qatda. 2 qatda 2 dənə metal olur. Qarışıq hələ keçməmişəm. Natrium, kalium, fosfat. Yəni metalın sayını dedim, qeyd elədim. Aydındır? Yəni burada harda yarandı? 2 qat duzlarda nədən yarandı? Gördünüz. Aydındırmı? İndi keçirik qarışıq duzlara. Qarışıq duzlarda bax bayaqdandan biz nəyi yaratdıq burada? Qarışıq. Biz deməli normal duzda, normal turşulardan normal duz yaratdıq. Mən onu deyim ki sizə. Bax məsəl üçün tutaq ki mən burada xlorid turşusu götürmüşəm. Bir də natrium OH götürmüşəm. Bax bundan da normal duz yarada bilərəm. Məsəl üçün bir dənə hidrogenim vardı. Əvəz elədim natriumdan. Natrium xlor əmələ gəldi.
Burada da OH-ı mən əvəz elədim turşu qalığı ilə, xlorla. Natrium xlor əmələ gətirdim. Aydındır? Yəni turşudan da, əsasdan da mən yarada bilirəm, əmələ gətirə bilirəm. Yaratmaq deməyim, əmələ gətirə bilirəm normal duz. Hər ikisindən. Amma turş duzdan ancaq turşudan ancaq turşu duz əmələ gətirə bilirəm. Turşudan. Ancaq o da 2 əsaslı, 3 əsaslı turş olmalı. Turş duz əmələ gətirirəm, bir də 2 qat duz əmələ gətirirəm. Əsası duzu nədən əmələ gətirdim? Əsası duzu. Əsasdan, yəni 2 turşulu əsasdan 2 dənə OH olmalıdır. Bir də qarışıq duz əmələ gətirirəm. Bu nə deməkdir? Kalsium OH-dakı 2 dənə OH var ha. Mən onun ikisini müxtəlif turşu qalığı ilə əvəz edirəm. Məsəl üçün xlor, brom. Bu xlorid turşusunun qalığıdır, turşu qalığıdır. Bu da bromid turşusunun qalığıdır. Deməli, kalsium hidroksitdəki OH, 2 dənə OH var. Nə ilə əvəz elədim? Xlorid turşusu, turşu qalığı, H-xlor deyil. Bu turşu qalığıdır da. OH-ın yerinə nə yazdım? 2 dənə OH-ın yerinə. Birinə yazdım xlor, birinə də yazdım H-bromun turşu qalığı, yəni brom. Adlandıranda da ardıcıl adlandırıram. Yəni, kalsium, xlorid, bromid. Yəni, birinci hansı turşu qalığı gəlirsə, onu adlandıracağım. Və yaxud da, məsəl üçün, yaza bilərəm kalsium, xlor, NO3. Burada necə adlandıracağım? Kalsium, xlorid, bu da nitrat turşusunun qalığıdır da, NO3. Burada NO3 bir dənə olduğu üçün turşu qalığının valentliyi. Burada 1, 2 eləyir də bu zaten. OH da 2 deyildi. Və salam da, ona görə də 2-ni yazmadım. Niyə yazmadım? Bu 2 idi, bu da 1-dir turşu qalığında xlor. Bu NO3 də 1-dir. 1 toplanır ki, o da olur indekslərinə düşəcək 1. Aydındır? Bir əsaslı turşular dedik ki, turş duz əmələ gətirmir. Bunu yadınızda saxlayın. Kimlər? Bir əsaslı turşular. Nə əmələ gətirmir? Turş duz əmələ gətirməyəcək. Bir də nə olmalıdır? Bir turşulu əsaslarda əsası duz əmələ gətirmir. Bunu da yadımızda saxlayaq. Həmçinin bir əsaslı turşular 2 qat duz əmələ gətirmir. Bunu da yadımızda saxlayaq. Bir də bir turşulu əsaslar da qarışıq duz əmələ gətirmir. Yəni, bizim turş duz əmələ gətirməyimiz üçün turşumuz olmalıdır neçə əsaslı? 2 əsaslı turşu olmalıdır. Həmçinin əsası duz və yaxud da qarışıq duz əmələ gətirməyimiz üçün mənim əsasım nə olmalıdır? 2 turşulu əsas olmalıdır və yaxud da 3 turşulu olmalıdır. Yəni, OH-ın sayı birdən çox olmalıdır. Hidrogenin sayı turşuda turş duz əmələ gətirmək üçün, 2 qat duz əmələ gətirmək üçün birdən çox olmalıdır. Bura qədər aydın oldu mu? Duzları tanıdıqmı? İndi mən özüm yazacağım bir. Görüm siz bu duzları necə tanıyırsınız. Başa düşdük bu hissələri? Bəli. Dəqiq. İndi mən səliqəli şəkildə duz yazım. Görüm bu duzları siz necə tanıyırsınız. Tutaq ki, yazıram. NH4 2SO4. Bu necə duzdur? Bu duzun adı. 2 qat duzdur, düzdür. Yo. Bu amonium ionudur. Amonium sulfatdır da. Amonium sulfat. Elə bir ki, bu sulfat turşusu deyildi. Sulfat turşusunda hidrogen yerinə amonium yanır. Məsələn, hidrogen yerinə bunu yaza bilərdim. Kalsium SO4. Bu necə duzdur? Normal duzdur da. Hidrogen yoxdur ki yerində. İndi burada hidrogeni gördün, çaşdın. Amma hidrogen deyil axı, bu amonium dedim özünü necə aparır? Amonium özünü metal kimi aparır. Amonium da bu NH4-də amonium deyirlər. Aydındır? Bu gübrə istifadə olunur. Amonium sulfatdan? Bəli, istifadə olunur. Düz buyurursan, bəli, istifadə olunur. Aydın oldu? Bunlar oldu normal duz. Normal duzu tapmaq asandır. Bir də istisnalarımız var idi. İstisna turşulara gələk. Məsələn, bizim bu turşumuz var idi. H3PO2, bir də H3PO3. Bu turşuların adı nə idi? Bunlar şeydi. Bir dəqiqə. Dedi ki, əsaslıları hidrogenə baxırıq, neçə əsaslıdır, amma bunlar istisnaydı. Ay sol. İndi mən hidrogen sayına baxırdım əslində. Burada hidrogen hamısını əvəz eləmişəm də metalla, düz deyil, sulfatda. Bu oldu normal duz. Amma burada əsaslılıq hidrogen sayına müəyyən olunmur. Çünki bu bir əsaslıdır, bu 2 əsaslıdır. Mən də dedim əsaslılıq nə ilə müəyyən olunur? Hidrogenə birləşən oksigen sayı ilə.
Sonra o mərkəzi bir elementə birləşdirirəm. Yerdə qalanda yenə mərkəzi element, yəni fosfora birləşdirirəm. Bax, indi mən burada tutaq ki, yazmışam, bu hipofosfit turşusuydu da, düzdürmü? Tutaq ki, mən burada hidrogenin birini əvəz elədim natriumla. Yerdə nə qaldı? Natrium H2PO2. İndi siz deyəcəksiniz ki, bu turş duzdur. Xeyr, bu normal duzdur. Bu hidrogeni görməməzlikdən gəlirəm, ya axıra yaz. Deməli, bu duz normal duzdur. Natrium nə? Hipofosfit. Bir əsaslı deyil. Yəni, bu bizim istisnalarımız idi. 2 dənə istisnamız var idi. Əslində, biz deyirdik ki, turş duz olmaq üçün, məsəl üçün, H2SO4 deyildi. Hidrogen birini nə ilə əvəz eləyək? Metalla. Kalium HSO4. Bu turş duzdur. Çünki hidrogenin birini əvəz elədim metalla. Amma burada elə zaten bir əsaslı idi. Hidrogenin ikisini görməməzlikdən gəlirəm. Bu oldu normal duz. Bu turş duz əmələ gətirə bilmir. Bir əsaslı da axı. Aydındır? Aydındır Əli Hüseyin? Tamam. Aha. İndi deyirəm ki, bu birisi turşu. Bu birisi fosfit idi də. Fosfit 2 əsaslıdır. Yəni 2 dənə hidrogen, 2 dənə oksigenlə birləşir və mərkəzi element yerdə qalan hidrogeni də mərkəzi elementə birləşdirirəm. İndi məsəl üçün mən bunun birini natriumla əvəz eləsəm, bu hidro turş duzu alınacaq. Yəni bu alınacaq. Natrium H2PO3. Niyə görə? Çünki birini əvəz elədim axı. Turş duzdur bu. Bu turş duzdur. Hə, deyəsiniz ki, burada hidrogen var da zaten. Amma dihidro yox. 2 dənə hidrogeni olana bir dihidro deyil. Amma bu dihidro deyil. Hidrodur. Yəni hidrofosfit. Amma bunun ikisini də natriumla əvəz eləsəm, artıq nə olsun, burada bir dənə hidrogen qaldı. Hidrogen qalanda mən bunu görməməzlikdən gəlirəm. Buna hidro deyə bilmərəm ki, bu turş duzdur. Bu normal duz oldu artıq. Çünki 2 əsaslı idi. İkisini də nə ilə əvəz elədim? Metalla əvəz elədim. Natrium fosfit. Aydındır? Oldu normal duz. Məsəl üçün bu turşdur. Bax, biz burada hidrogeni açırıq. H2SO4-dür. İndi bunun mən qrafik formu, əsaslı deyil, qrafik formunu açıram. Əsaslığını göstərirəm. Hidrogenə birləşən oksigenin sayı ilə müəyyən oldu əsaslıq. Mərkəzi element kükürdür, yerdə qalanlarda oksigeni birləşdirən mərkəzi elementə. Bu oldu turşu. Mən bunu əvəz eləsəm natriumla hidrogenin birini. Bu olur turş duz. İkisini də əvəz eləsəm, bu olur normal duz. Çünki ikisi də getdi. Amma burada zaten özü bu hidrogeni görməməzlikdən gəlirəm. Nə olsun, orada hidrogen var. Turş duz deyil. Özü əsaslı olduğu üçün elə normal duz əmələ gələcək. Aydındır? Bu da bizim istisnamız. Başa düşdük? Qalanlarında hidrogen sayına görədir. Düzdürmü? Qalanlarında hidrogen sayına görə müəyyənləşdirir də, yəni olduğu kimi müəyyənləşdiririk. Məsəl üçün, tutaq ki, turş duzu bildik. İndi məsələn deyirəm ki, H3PO4 bu turşudur, düzdür? Mən burada açıram bunu. 3 əsaslıdır da hidrogenin sayıdır. Düzdürmü? Bu da mərkəzi element. Mən burada bir dənə hidrogeni əvəz eləsəm necə duz əmələ gəldi? Turş duz. Natrium özü di, hidrogen 2 dənədir. Dihidroortofosfat. İkisini əvəz eləsəm necə yenə turş duz? Necə? Natrium hidroortofosfat. Üçünü əvəz eləsəm necə duz əmələ gələcək? Artıq normal duz. Aydındır? Hə, yox. İndi məsəl üçün keyfim istəyir ki, turş duzdan 2 qat duz əmələ gətirim. Deyirəm ki, burada hidrogen var idi. Hidrogenləri mən nə ilə əvəz eləyim? 2 dənə müxtəlif metalla. Bir dənə natrium yazıram, 2 dənə də kalium yazıram. Hə, oldu 2 qat duz. Yəni adlanır natrium dikalium fosfat. 2 qat sözündə 2 qat. Yəni duzlar, duzda 2 dənə metal olur, müxtəlif metallar. Aydındır? Başa düşdük necə yarandı? Yəni bir dənə fosfitlə fosfiti çıxırıq. Bir dənə də bizim turşumuz var idi. Bu turşunun adı nə idi? Məsələn, bu turşu da bizi çaşdıra bilər. H4P2O7. Çünki bizdə suallarda düşür. Bu 4 əsaslıdır. Yəni 4 əsaslı bunu necə açıram? Baxın görün necə açıram. 2 dənə hidrogen buraya yazıram. 4 əsaslı deyil. 4 dənə hidrogen oksigenlə əlaqələnməlidir də. 2 dənəsini də buraya yazıram. Oksigenlə əlaqələndirirəm. İkisini də mərkəzi elementlə əlaqələndirirəm. Fosforla.
Bunları da oksigendən, mərkəzi element oksigendən əlaqələndirirəm. Yerdə 2 dənə oksigen qalmadı. Onları da kimdən əlaqələndirirəm? Mərkəzi elementlə. Oldu bu nə? Pirofosfatın qrafik formulu. Hə, neçə dənə siqma var, neçə dənə pi var? İndi onu Türkan bilir, sən keçməmsən Əli Hüseyn. 2 dənə pi var, 2 qatlardan biri siqmadır, biri pi, yerdə qalanlar siqmadır. Hamısı da nədir? Polyar kovalentdir də, çünki hamısı qeyri-metaldır. Zaten hesablasan xəttlərlə hamısını tapa bilərsən və yaxud da burada oksigenin sayını vurasan valentliyini, oradan tapacaqsan ki, neçə dənə polyar kovalent rabitə var. Bu heç. İndi mən deyirəm ki, gəl bunu əvəz eləyək, metalla, duz əmələ gətirək. Məsələn, bir dənəsini əvəz eləyirəm natriumla. Necə duz əmələ gəldi? Turş duz əmələ gəldi də. Düzdür? Hə? Tamam. İndi bunu adlandırsaq necə adlandırarıq? Bu yoxdur ədəbiyyatlarda, özüm yazıram. Bunu adlandırsaq necə adlandırarıq? Natrium 3 dənə hidrogen var. Bayaq di olan, 2 dənə olanda di deyirdik. 3 dənə olanda nə deyə bilərik? Trifosfat. Düzdür? Natrium trihidroortofosfat. Hidro sözünü yaddan çıxartmayaq. Hidro, turş duz daxı. Hidro sözü əlavə olunur. İndi deyirəm ikisini də əvəz eləyək, ikisini. Yenə turş duzdur da. Onda nə adlanacaq? Natrium değil. Hidroortofosfat. Ortofosfat nə da? Pirofosfat. Ortofosfata gedir. Pirodur bu, piro. Piro üzülür sayın. Pirofosfat. Bunun adı pirodur. Ortofosfat H3PO4'dür. Hə, natrium dihidro pirofosfat. İndi çətin deyil adları. Prosto əvvəlinə nə əlavə elədim? Turş duzlu da dihidro. 2 dənə hidrogeni var. Dihidro. Vəsiyo. Fosfatda, pirofosfatda olduğu kimi qaldı da. Aydındır? Və yaxud da ən çətin deyirəm. Burada yazsam bir dənə, bu da getdi. Bu yenə də turş duzdur. Yox, hamısını əvəz eləsəm, artıq normal duzdur. Başa düşdük bunu da. Tamam. Yəni ən çətini buydu. Bunun üzərində izah eləyirəm. Məsələn, bunun ikisini fərqli metallarla əvəz eləyək. Tutaq ki, deyirəm ki, hidrogenləri əvəz eləyək. Məsələn, 4 dənə hidrogen deyil, 2 qat duz almaq istəyirəm. 2 dənə natriumdan, 2 dənə də kaliumdan. Bu necə duz oldu? Yoxdur, ədəbiyyatda 90 görməyəcəksən. Hə? 2 qat duzdur da bu. Düz deyil. İndi bunu adlandıraq. Dinatrium, dedi metalın adı deyilir də burada. Dinatrium, dikalium, pirofosfat. Düz deyil. Hə, Türkan? Bəli. Yəni ən çətini buydu. Da bundan o tərəfi yoxdur dayı. Başa düşdük? Tamam. Və yaxud da nə bilim 3 dənə natrium elə. 3 dənə natrium elə, bir dənə kalium elə. Trinatrium, kalium, pirofosfat. Vəssalam da. Latınca hərfin sayını deyirsən. Dalıcan da metalın adını deyirsən. Birinci hansı metaldır, onun adını oxuyursan. Sonra digər metal oxursan. Sonra da turşu qalığının öz adını. Turşu qalığı hansıdır? Pirofosfatın qalığıdır da. Onu oxuyursan. Vəssalam. Ən çətini də bu idi. İndi keçdik nəyə? İndi məsəl üçün bir dənə də yazım sizə. Yazıram ki, xrom OH2 xlor. Bu hansı duzdur? OH qrupu. OH olanda nə idi? Bir dənə də turş. Əsası duzanda. Adlandıranda xrom dihidroksixlorid. Aydındır? Hidrokson sayı mütləq deyilir. İndi məsəl üçün mən bunu yazıram. Dəmir OH, xlor 2. İndi hələ bunu dəqiqləşdirin. Dəmir hidrokso, xlorid deyin. Axırda xloriddə qalan, xloridin sayını deməyin hələ ki. Amma əvvəlkilərdə dixlorid deyilirdi. Sayı deyilirdi. D2 dənədir də. Dixlorid deyilirdi. Sual. Amma xlorid deyin. Oldu? Yaxşı. Sayını hələ ki deməyin. Bu hələ görək nə yatıb. Bu kimyada əslində dəqiq elmdir. Bu niyə bu sonradandan özlərindən
belə ixtiralar eləyirlər mənim başım üçün. Başa düşdün? Əli Hüseyn. Bəli. Bəli, başa düşdüm. 2 qat duzlarda 3 metal ola bilər yəni. Qoymaq olar. 3 Kim qat metalını ancaq kimdə? Məsələn H3PO4-də sən neçə dənə 3 dənə metal qoya bilərsən burada? 2 dənə fərqli metal olmalıdır. 2 dənə fərqli metal olmalıdır. Aydın oldu? Məsəl üçün, burada H3PO4-ə gəl qoyaq. Kimi qoya bilərsən? Məsələn, natrium 2 dənə də başqa metaldır. Kalium 2PO4. Natrium dikalium fosfat. Aydındır? Bəli. Bayaq biz pirofosfatda 2 dənə metal qoyduqdu, 3 dənə qoymadıq ki. 2 qat sözün mənası nə deməkdir? Orada 2 dənə müxtəlif metal var, 3 dənə yox. Aydındır? 2 qat, yəni 2 dənə metal var. Sonra deyək ki, məsələn yazıram bura. Belə, kalium, alüminium, SO4 2. Bu necə duzdur və necə adlandırırıq? Necə duzdur? Kim deyər? Hə? Türkçə necə adlandırıram mən bunu? Kalium, alüminyum, sulfat. Bu necə duzdur? 2 qat. 2 qat duzdur. Kalium 2 də metal. Aha, kalium, alüminium sulfatdır da. Hə, burada 2 düşüb ondan qorxdunuz. Çünki niyə burada 2? Hə? Bir deyə nə demək? Nəyi? Yəni disulfat dedik, yoxsa elə sulfat? Yox, sulfat. Bir dənə 2 qatlarda metalın sayını deyirsiniz. Metalın sayını. Hidroksularda, əsasilərdə OH-ın sayını deyirik. Xlorun sayı sual altındadır. Aydındır. Bunun da adı niyə belə 2 düşdü bura? Bu 1 valentlidir, bu da 3 valentlidir. Bunu toplayanda 4 eləyir, bu da 2-dir. Elə bir ki, ortaq məxrəcə gələndə bura 2 düşəcək də. Aydındır. Və yaxud da bunu mən deyirəm ki, gəlin açaq yazaq. Tutaq ki, sulfat, orada SO4 neçə dənə idi? Belə yazım. 2, kalium, alüminium. Bax, bir dəqiqə. Bax, indi mən buna sulfat 2 dənədir. Sulfatı necə yazıram? Budur da sulfat, bunun keçmişi. Sulfat turşusu da. Bunu necə yazacağım? 2 dənə H, oksigen, düzdür? Qalanlarını da birləşdirdim. Qrafik formunu açıram da, xəttlərlə göstərirəm. 2 dənə oksigen. Aha, baxın, fikir verin. Deməli, bir dənə kalium nə deməkdir? Kalium 1 valentlidir. Düzdürmü? Kalium neçə valentlidir? 1 valentlidir. Bu birləşdi buna. Yerdə qalanda alüminium 3 valentlidir. Baxın, hidrogenlərlə əvəz olundu. Baxın. Şu. Aydın oldu. Bəli. Hə, burada neçə dənə sigma var, neçə dənə pi var. Onu özümüz tapırıq. Metalla qeyri-metal arasında da öyrən Əli Hüseyn. Metalla qeyri-metal arasında da yaranan rabitə təkqat rabitə ion rabitəsidir. Təkqatları biz sigma götürürük. Amma metalla qeyri-metal arasındakını yox. Metalla qeyri-metal arasındakı ion rabitədir. Bunu da yadımıza saxlayaq. Deməli, duzların neçə növ oldu? Əsas duzların 4 növü qarışıq, əsasi, turş duz, qaldı. Bir dənəsi də var idi, 5 dənədir. Normal, turş duzlar, əsası duzlar, qarışıq duzlar, bir də 2 qat duzlar. 5 dənə oldu mu? Hə? 5 dənə olmadı. Normal, turş, 3, əsasi, 4, 2 qat, 5, qarışıq. İndi qarışığı yazacağım. Baxın, yazıram ki, barium, xlor,
Bir dənə də yazım. Xlor O. Hə, bu necə duzdur? Və adı nədir? Baryum klorid. Xlor O hansı turşudur? Turşudur. Xlor O, xlor O. Hə? Xlorun hansı turşuları var idi? Bax, Necə mən? Bunun adı nə idi? Bunların adı nə idi? Soruşacağım bunların hamısını. İndi duzları keçim hamısını bir-bir soruşacağım. Bunun adı nədir? Hipoxlorid. Bax, oxşur da buradakı hidrogeni nə ilə əvəz eləmişəm? Burada hidrogen getdi də, metalla əvəz elədik də, düz deyil. Bu da turşu qalıqdır da, hipoxlorid. Bunun adı nə idi? Xlorid. Bunun adı nə idi? Xlorat. Bunun adı nə idi? Perxlorat. İndi bunu necə adlandıram? Baryum xlorid, hipoxlorid. Necə duzdur? Necə duzdur bu? İki dənə turşu qalığı olanda necə duz olurdu? Tuşdur. Nə turşdur? Turş hidrogen var burada. Qarışıq. İki dənə turşu qalığı varsa necə şeydir? Duzdur, bax. İki dənə turşu qalığı var. Turşu qalığında nə söz var? Qarışıq. Necə duzdur? Qarışıq. Aydındır? İki dənə metal varsa 2 qatdır. İki dənə turşu qalığı varsa qarışıq duzdur. Aydın oldu? Bəli. Dəqiq. Bəli. Bu turşuları bilmədiz axı. Bu turşuları öyrənmək lazımdır. Adlarını öyrənmək lazımdır. Burada qarışdırmayasın. Sonra, indi deyirəm ki, alüminium, belə yazıram. Alüminium, xlor, SO4. Bu turşu necə, bu duz necə duzdur? Alüminium klorid SO4. Turşu qalığı var, 2 dənə metal var. Nə var? 2 dənə? Metal dedim amma şərxdir. 2 dənə nə var? Siz. Səhv dedim. 2 dənə nə görürsünüz orada? Alüminium görürəm, xlor görürəm, kükürt görürəm, oksigen görürəm. Nədir onlar? 2 dənə metal görmürəm. 2 qat deyil. Bir dənə hidrogen görmürəm. Nə normal deyil, nə də turş deyil, nə də əsası OH görmürəm. 2 dənə turşu qalığı görürəm də. Qarışıq olan. Qarışıq duzdur. Bəli, indi bunu adlandıranda necə adlandıracağam? Alüminium xlor sulfat. Şübhəsiz olan alüminium xlorid sulfat. Bu niyə belə yazıldı? Nədən yaranırdı qarışıq duzlar? Əsaslardan. Əsaslardan. O da OH 3 dənə olmalıdır, 2 dənə olmalıdır. Yəni birdən çox olmalıdır. Bax, alüminium valenti həmişə 3-dür. Xlor 1-dir, bu da 2-dir. Burada isə turşu qalıqları toplanır. Bu 3 eləyir, bu da 3 eləyir. Onda indekslərinə 1-1 düşür. Elə bir bunlar 1 olur, bu da alüminium da 1 olur. Necə metallar 1 toplanırdı ha? Turşu qalığını ayrı hesablayırdıq, metalları ayrı hesab. Burada da turşu qalıqlarını ayrı hesablayırıq. Aydındırmı? Artıq tanıdıq duzları biz. Bəli. Hə? İndi ay Əli Hüseyni sual verirəm sənə. Əgər 2 dənə turşu qalığım varsa, necə duzam mən? Qarışıq. Qarışıq. 2 dənə metal varsa 2 qat. Aha. Əsas OH varsa əsası. Turşu qalığı nədir? Normal duz yox. Turşu qalığı yazmaz. Hidrogen varsa turşduz. Hidrogen də yoxdursa normal. Yəni bir şey metal, bir də ki turşu qalığı varsa hidrogen. Ayso, indi mən deyirəm ki, hansı turşulardır ki, orada istisna var. Hidrogen görürəm, amma mən orada demirəm bu turş duzdur. Hansı turş duz? Hansı turşular idi o? H4P. Yo, o var, o 4 əsaslıdır, o heç. O hidrogenin sayına uyğundur. Hansı ki hidrogenin sayına uyğun demirəm ki, bu 3 əsaslıdır. Hansı turşular idi? Hə, Türkan? Müəllim, bir də deyin sualı.
hansı turşuları Hə, biz H3PO3, H3PO2. Hə, bunlarda bizdə ehtiyac istisna olun. var. Aydındır? Bu bir əsaslıdır. Nasıl Şey, işlem yuxarıda, edir? aşağıdakı bir əsasıdır. Yo, yo. Bu O, hə, o da fosfitdir. iki Bu əsaslı. fosfitdir, bu hipofosfitdir. Bu bir əsaslıdır, bu da iki əsaslıdır. Aydındır? İndi bayaq mən bir dənə bir sizə nüans demək istəyirəm. H3PO4 yazdım ha. İndi bunun hidrogenlərini yazdım. 3 əsaslıdır da. Hə, OH oksigenlə birləşdirdim. Qalan mərkəzi elementlə birləşdirdim. Aha. İndi baxın. Mən niyə görə bunun hamısını hidrogenin hamısını metalla əvəz eləyəndə o heç də normal düzəlm əmələ gəlir. Tutaq ki, mən bunun birini əvəz elədim natriumla. Burada nə qədər hidrogen qaldı yerdə? 2 dənə turş duzdur da. Bax bu 2 dənə turş yəni bu əsaslılıq nə ilə müəyyən olunur? Hidrogenə birləşən OH-la. oksigenlə, Hidro- oksigenə hə. birləşən hidrogenlə. Ona görə mən bunun adını natrium dihidroortofosfat deyirəm. Aydındırmı? Buradakı əsaslılığa görə. Əgər 2 dənə natrium aparsam, bir dənə hidrogen qalır da oksigenlə birləşən. Onda bunun adı nə olur? Bir dənə hidro. Aydındır? Hardan yarandı, hardan çıxartdım? Yəni mütləq əsaslığa görə müəyyən eləyirəm o duzların əmələ gəlməsini. Başa düşdük? Burada amma yoxdur. Burada bir dənədir hidrogen oksigenlə birləşib. Bir dənə də bir əsaslı bu da. Bu birini də aparanda normal duz əmələ gəlir. Yerdə qalan hidrogenləri saymıram. Başa düşdük? Bəli, bəli. Başa düşdünmü? O dəqiqə o, məsəl üçün tutaq ki, mən deyirəm ki, hansı turşunu deyək, biraz çox əsaslı olsun. Çox əsaslı, məsələn, karbonat turşusu, CO3, düzdür? Bunun ikisini hidrogenini metalla əvəz eləsəm, heç də natrium 2, CO3 normal duz əmələ gəlir. Yəni bunu açıram, baxın, qalmadı da orada hidrogen. Heç də əvəz olundu, qalmadı, normal duz. İndi mən bunun birini natriumla əvəz eləsəm, bir dənəsi qaldı OH. Bunu natrium hidrokarbonat. Düzdür? Turş duzu da bu. Və yaxud da ikisini də ayrı-ayrı metalla əvəz elədim. Turşudan əmələ gəlir də. Natrium, kalium, karbonat. 2 qat duz. Düzdür? Mən formul nətər olacaq? Natrium nə ilə düşür? Natrium, kalium, CO3. Bu 1-dir, bu 1-dir, bu da 2-dir də. Bunları topla, 2, bu da 2. 1 düşür də, o heç. Aydındır? İndi, məsəl üçün, borat turşusu var. Heç o ədəbiyyatlarda o qədər işlənmir. Borat 3 əsaslı turşudur. H3, bor, O3. Bunu açsam, hidrogen sayına görədir. 3 dənə hidrogen, 3 dənə OH, oksigen, mərkəzi element. Yerdə nə? Oksigen qaldı. Bu bordur. Yerdə oksigen qaldı, qalmadı. Hamısını yazdım da. Borun da valenti 3-dür də, zaten 3 dənə xətt birləşir. Düz deyil. Hidrogen də valenti 1-dir, oksigen də hər oksigen valenti 2-dir. Bildiniz də necə? İndi mən deyirəm ki, burada birini natriumla əvəz elədim, ya kaliumla əvəz elədim. Burada necə? Daha doğrusu OH-dır. Turş duzlu özü necə turş duzlu? Dihidroborat. Bu borat turşusu da. Yoxdur ədəbiyyatlarda, yoxdur özüm yazıram. Aydındır? Borat turşusu. Düşə bilər də bu. Yoxsa? Düşə bilər, yox, öyrənməyiniz üçün deyirəm, ay uşaqlar. Mən məsəl üçün kitab yazsam, bunlardan yazacağam, çıxardacağam. O heç. Özüm mən ingilisini də çıxartmaq istəyirəm. Deyirəm, hələ bir ingilisini öyrən. Deyir, görüm var, kəfənin olsun. Mən ingilisini də çıxartmaq istəyirəm. O da indi keçən ildən yarımçıq qalmışam deyənə, hələ ki davam eləyə bilmirəm, daha ardını gətirə bilmirəm. Deməli, bu borat turşusudur, düzdür? Borat turşusuna nə yazdım? 2 dənə hidrogen saxladım, 2 əsaslıdır da bu. 2 dənə əsaslı qaldı da, amma bir dənə metal əvəz elədimsə duza çevrildi. Necə duzdur? Turş duzdur. Adı nədir? Natrium dihidroborat. Şu. Aydındır? İstəyirsiniz kitabda oxuyursunuz, oxuyun. Bu barədə məlumat yoxdur. İndi mən ikisini də əvəz eləyirəm. Orada hidro. Hə, hidroborat. Şu. Natrium hidro. Turş duzdur da yenə. Hə, üçünü də əvəz eləsəm Şimdi natrium boratdır. və salam da.
Hələ indi biz turş duz aldıq, bir də normal duz aldıq. İndi deyirəm ki, gəlin 2 qat duz alaq burdan. Hə, 2 qat duz almaq üçün nə etməliyəm? 2 dənə müxtəlif metalla əvəz eləməliyəm də. Məsələn, ürəyim istəyir ikisini natriumla əvəz eləyim, yazım, əvəzim. Birində kalium. Belə o. Natrium, kalium, borat. Dinatrium, metan sayı deyilir. Dinatrium, kalium, borat. Və yaxud da 2 dənə kaliumun yerinə əvəz eləsək, və yaxud ürəyin istəyir hansı alüminium yaz. Nə bilim, gəl bura indi alüminium yazaq. Natrium, alüminium, borat. Alüminium, borat. Alüminium. İndi diqqətli olaq. İndi mən bunu özüm də indi birinci dəfədir sizlə işləyirəm də bunları. Bunu qoyub dəm silim. İndi necə yazaq? Deməli bu 1 valentlidir. Bu 3-dür. Bu da 3-dür də. Niyə 3-dür? Niyə 3-dür? Hidrogen axı 1-dir, bu 3-dür ki, bura 3 düşüb də. İndi gəlin bunu düzəldək. Hə, bunu düzəltmək olmur axı. Niyə bu 4 olur, bu da 3 olur. Hə, düzəltmək olur. Niyə olmur ki? Bura neçə düşəcək? 3. Burada neçə düşəcək? 4. Bildiniz necə düzəltdik? Daha çətinlik çəkməyəcəksiniz. Hə, şu. Da kitabda olmayanlarda da işlədik day, belə pis çıxmasın. Düşməsə də belə siz biləcəksiniz ki, məntiqlə ki, bunu bu cür işləmək lazımdır da. Da bu ən məşhur turşularımız, hə, tutaq ki, ən məşhur turşularımızdan hansını deyim sizə? H2SO3. Bunun adı nədir? Sulfit. Sulfit. İt. Oksigenin axırında itdir və yaxud da atdır. Kiçik olanda it olur. Yəni kükürdün oksijen ədəsi valenti. Böyük olanda at dedik. Düz deyil. İndi deyirəm H2SO3-də 2 əsaslıyam. Ala mərkəzi element. Hə, birini nə bilim natriumla ya kaliumla. Bu oldu turş duz. İkisini əvəz elədim normal duz. Hə, yox, birini 2 dənə müxtəlif metalla əvəz elədim. Bu oldu 2 qat duz. Düzdür? Elə belə də yazılacaq. Belə də yazılacaq. Natrium, kalium, SO3. Hə, bu oldu bu. İndi gəlin də əsaslardan da yazaq da. Əsası duzda, qarışıq duzda. Bu 2 qatları tanıdıq, turşları tanıdıq. İndi tutaq ki, deyirəm ki, kalsium OH2. Bir dənə kalsium neçə dənə OH birləşir? 2 dənə OH. İndi deyirəm ki, bu OH-ı xlor, bromla əvəz elə. Həm yodla əvəz elə. Turşu qalığı bromidin, turşu qalığıdır da. Brom OH var. Hə, bu da oldu kalsium hidroksibromid. Əsası duzda. Hə? Əsas duz olmadı. Belədir də. Birləşmə. Oy, OH nə də? Hə də OH. Əsası duz. Əsası duz yazıram. Hə, indi deyirəm ki, bu OH-ı birini, nə bilim, xlorla əvəz elə. Başqa turşu qalığı ilə. İkisini də başqa turşu qalığı ilə əvəz elə. Oldu kalsium xlorid bromid. Bu da oldu necə duz? 2 dənə turşu qalığın varsa. Turşu qalığı, qarışıq. Aydındır? Hə, məsəl üçün, tutaq ki, yazaq alüminium hidroksid. Necə yazılır alüminium hidroksid? Alüminium valenti 3-dür, OH-ın da valenti 1-dir. Bir dənə alüminiumun neçə dənə OH birləşir? 3 dənə. Hə, ala, indi gəl bunu birləşdir. Bir dənə turşu qalığı yazdımsa bunun yerinə, məsəl üçün, yazaq xlor. Hə, bu necə duz oldu? Əsasi duz. Əsasi duz. Adı 2 dənə OH-ım var. Dihidroksixlorid. Aydındır? OH-larda hidroksiz deyiləcək də onlar adlandırmada. Hə, hidroksin sözü sayı deyilir, mütləq deyilir. Bu deyirləri bir dənə yığışdırsalar, ya yığışdırıb ya ortalığa çıxarsalar başım çıxmır. Bir dəfə belə yatıb bir dəfə deyirlər ki, bunu deyirən. Məsəl üçün, tutaq ki, 2 dənə xlor əvəz elədim. Alüminium OH, xlor 2. OH-ın birini də əvəz elədim də. Onda olur alüminium hidroksixlorid. Siz belə deyin. Oldu? Çünki bəzi müəlliflər belə deyir, bəzi müəlliflər belə deyir. Adamın beyni qarışır həqiqətən də. Amma son məlumata görə bu sayı deyilməməlidir. Metallarda sayı deyilir. Dinatrium, dikalium. Amma burada hidrokson ancaq sayı deyilir. İndi elə deyirlər. Amma əvvəllər biz deyirdik. Mənim dövrümdə biz deyirdik. Başa düşdünüz?
Xlorun da sayı deyilirdi. Dixlorid. Amma indi deyirlər, yox, demə, xlorun sayını demə. Biri deyir, amma deyil. İndi mən də bilmirəm hansını deyimsə. Başa düşdükmü? Demək bəli. Aha. İndi məsəl üçün mən deyirəm ki, burada alüminium OH deyildi. 3 dənə OH idi da. Məsəl üçün deyirəm, fərqli əvəz eləyək. Amma 2 dənə turşu qalıq olmalıdır, 3 dənə yox. Birini yazıram xlor. Buna da yazıram SO4. Alüminium, xlor, SO4. Alüminium. Niyə bunu belə yazdım? Çünki burada, bax, indi burada deyəcəksiniz, müəllimə, niyə belə yazdınız? Bax, alüminium, xlor 1-dir, bu da 2-dir də. Bunu toplayanda bu 3 eləyir. Bu da 3-dür. Burada heç nə düşür. Bu xlorid turşusudur. Xlorid turşusu belə yazılır. Bir valentlidir. Amma SO4-ü mən açanda necə açıram? Bu şəkildə açıram da. Düzdür? Buradakı oksigenlərin yerinə mən nə yazmışam? Hidrogenlərin yerinə mən nə yazmışam? Alüminium yazmışam da. Düz deyil. Ona görə 2 xətt çıxıb buradan. Başa düşdünüz? 2 dənə xətt buradan çıxıb, bir dənə xəttdə də xlor birləşib. Alüminium 3 valentli olmalıdır. Alüminiumdan 3 xətt çıxmalıdır. İkisini də bura birləşdirdim. İndi burada göstərməmişəm də tam olaraq. Burada göstərdim. Başa düşdük? Bəli. Aha. Bəli. İndi deyirəm ki, duzlar necə alına bilər? Hə, necə alına bilər? Tutaq ki, mən natrium xloridi almaq istəyirəm. Hə, necə ala bilərəm? Başına dönüm, natrium üzərinə xlor gəl də. Al da. Ala bilərəm də. Düz deyil. Yəni, metalla qeyri-metalın qarşılığı təsirindən ala bilərəm. Sonra necə ala bilərəm? Hidrogenə qədər olan metallar var, bir keto sırası var. Hidrogendən sonra zaten təbiətdə nadir tapıntılardır. Nəcib metallar. Mis, civə, gümüş, qızıl, platin. Onlar zaten turşularla reaksiyaya girmir, duru turşularla. Məsəl üçün, tutaq ki, mən almaq istəyirəm natrium xloridi. Natriumun üzərinə H-xlor gələ bilərəm. Yəni, duru turşudur da bu. Natrium xlorid alınır, bir də hidrogen qazı çıxır. Yəni, metalların üzərinə, hidrogenə qədər yerləşən metalların üzərinə turşular gəlməklə nə olur? Duz ala bilirəm oradan. Asanlıqla duz ala bildim. Yəni, normal duz ala bildim. Sonra, indi əsası duzların da alınması var, turş duzların da alınması var. Tutaq ki, orada nisbətlər var da. Məsələn, mən deyirəm ki, əsaslarla turşular neytrallaşır, duz əmələ gəlir. Turşularla əsas neytrallaşır, duz əmələ gəlir və yaxud da əsas oksidlə turş oksidi bir-birindən reaksiya girir, duz əmələ gəlir. Yəni, duzların alınması xeylamdır. Yəni, özünüz baxacaqsınız. Amfoter oksidlərin reaksiyaları var, həm əsasla, həm turşuyla, ikisində də duz əmələ gəlir. Nə bilim, əsasların qeyri-metallarla reaksiyaları var ki, orada duz əmələ gəlir və yaxud da o gərginlik sırasında özündən aktiv, demək, duzların özündən aktiv metal gəlməklə həmin o metalın duzunu ala bilərəm, əldə edə bilərəm. Və yaxud da turşuların sıxışdırılıb çıxarılma cərgəsi var ki, orada qüvvətli turşu özündən sonra gələn turşunu duzundan sıxışdırıb çıxarır. Və yaxud da turş oksidi var ki, özündən zəif turş oksidini duzundan sıxışdırıb çıxarır, yenə duz əldə edirəm. Yəni, çoxdur, xeylamdır. Sadəcə olaraq mən istəyirəm ki, normal duzu onsuz da ala bilirəm. Mən almaq istəyirəm, tutaq ki, yazıram kalium OH, üstəgəl CO2. İndi buradan mən deyirəm ki, əgər bunun birin birə nisbətində götürürəmsə, kalium OH yəni 1 mol, CO2 1 mol. Burada alınacaq turş duz, CO3, turş duz. Bildiniz necə? Kalium OH yəni 1 mol götürmüşəm. Birin birə nə deməkdir? CO2-dən də 1 mol götürmüşəm. Onda turş duzu alınır. Bu necə duzdur? Turş duzdur da, kalium hidrokarbonat. Düzdür? Amma bu şəkildə götürsəm, bax deyirəm 2-nin 1-ə. Kalium yəni 2 dənədir də. Burada nə alınacaq? 2 dənədirsə avtomatik kalium 2 dənədir də. CO3. Aydındır? Yəni buradan alınacaq necə duz? Normal duz. Başa düşdük? Necə aldımsa. Yəni turş duzu aldım, normal duzu necə aldım? Yəni nisbətlərə baxsan, say nisbətdə, əmsallara fikir versən. Tutaq ki, mən ən çətini ortofosfatın
duzlarını almaqdır, tuş duzlarını. Bax yazıram bura, özünüz tapacaqsınız. Yazıram tutaq ki natrium OH üstə gəl H3PO4. İndi deyirəm ki, alım normal duz. Yəni hidrogen üçün də əvəz edeyim. Yəni natrium 3PO4. İndi buradan su da alınırdı, o heç neytrallaşma reaksiyasıdır. Onda burada nə alınacaq? Neytrallaşma nə deməkdir? OH-ın sayı hidrogen sayına bərabər olmalıdır. Yəni normal duz aldımsa avtomatik natrium əmsalını 3 düşəcək də. Yəni 3-ün 1-ə nisbəti. Başa düşdük? Yəni natrium OH-dan 3 dənə götürdüm. Yəni normal duz aldım. Aydındırmı? Bu üzə neytrallaşmadır. Yəni 3 dənə OH nəyə bərabər oldu? 3 dənə H-a. Bir dənə də su çıxdı buradan. Nə çıxacaq? 3 dənə də su çıxacaq. Yəni neytral mühit 3 dənə su çıxdı oradan. Aydındır? Vəssalam. İndi deyirəm ki, yazıram natrium OH. Üstə gəl H3PO4. İndi almaq istəyirəm tuş duz. İndi bunun 2 dənə tuş duzu var da. İndi alıram məsəl üçün bir dənə hidrogen əvəz edirəm. H2PO4. İndi deyirəm ki, yenə buradan su çıxacaq. İndi deyirəm ki, buradan neçə nisbətində götürmüşəm? Natrium OH-dan orta fosfatı. Natrium 3'ün 1'e. Hanı 3-ün 1-ə? 3-ün olsa normal duz olur. Hidrogen 3 əvəz. 1-in 1-ə. Natrium bir dənə deyil. Fosfat da əvəz da əmsallaşdır. Yenə 1-in 1-ədir də. Düz deyil. Aldım tuş duz. İndi deyirəm ki, yox. Bunu belə alma. Belə al. O birisindən al. Nə deyir onun adı? Hidro ortofosfat al. Natrium 2HPO4. İndi buradan su da çıxır o heç. Hə, onda neçəyə nisbətidir? Demek 2 dənə natrium burada var da, var. demək 2 dənə natrium. Yəni 2-nin 1-ə nisbəti olub. Amma tuş duz əmələ gəlir. Aydın oldu? Necə aldım tuş duzu? Tuş duzların alınması barədə o qədər məlumat yoxdur. İndi mən verirəm məlumatı. Aydındırmı? Tamam. Başa düşdü necə aldım? Türkan. Bəli. Aha. İndi deyirəm ki, gəlin əsası duz alaq. Tutaq ki, mən almaq istəyirəm əsası duz. Bax. Kalsium hidroksidin üzərinə nə gəlirəm? H-xlor. İndi baxın. Baxın, yenə burada nisbət var. Mən əgər əsası duz alıramsa, bu hidrogen biri də bundan getdi su. 1-in 1-ə nisbətində getdi. Fikir ver. Düzdür? Deməli, OH-ın biri hidrogenlə neytrallaşdı. Bir dənə OH, bir dənə H su şəklində ayrıldı. Xlor da hara gəldi? Bu OH-ın birinin yerinə. Nə duz əmələ gəldi? Əsası duz. Kalsium hidroksixlorid. Aldım. Amma indi fikir verin. Fikir verin. H-xlor. Mən burada aldım kalsium xlor 2, bir də su. Xlor 2-dən oldu, bura 2 yazdım. 2 dənə OH, 2 dənə H. Neytrallaşdım. Düzdür? Necə duz əmələ gəldim? Necə duza çevrildim? Hə? Göstereyim. Turşu balığı bir tane de bir tane de şey metal var. Normal duz demek. Normal duz, bəli, normal duz əmələ gəldi. 1-in 2-yə nisbəti, normal duz əmələ gəldi. Başa düşdük? Hə? Türkan, bunu başa düşdükmü? Əsası duzun alınmasında. Bəli. İndi mən 2 qat duz almaq istəyirəm. Necə ala bilərəm? Yox, burada, qoy buradan keçməyək elə. Bunun üzərinə bir dənə xlorid, bir dənə bromid gəlsəm, sizcə hansı duz alınar? Hansı metal? Yani bromid. Yani şifa karşı. Qarışıq. Aydındır? Bəli. İndi deyirəm ki, 2 qat duz alaq. Natrium OH, kalium OH, bir də H2SO4. 2 dənə əsasın da üzərinə nə gəldim? Bir dənə turşu. Nə aldım? Natrium, kalium SO4. Bir də indi buradan su çıxacaq da. 2 dənə OH. Bax, 2 dənə H, 2 dənə OH. Nə çıxdı? Su. 2 dənə su. Aydındır? Bəli. Bu da 2 qat duz aldım. Su. İndi biraz çətinləşdirim. Tutaq ki, mən deyirəm ki, bunlar başa düşdükdə, məsələn, formula görə deyirəm ha.
OH2 üstə gəl H2SO4. İndi buradan alıram əsası duz almaq istəyirəm. İndi fikir ver. İndi fikir verin. Bu formul bu şəkildə mi qalmalıdır? Bu əsası duzdur. Kalsium hidroksisulfatdır. İndi deyirsiniz ki, müəllimə yox. Əvvəl kalsium kivalentli idi. Bu 1-dir, bura 2 düşüb. İndi bu ikisi gedib, burada 1 qalıb. Bir yerdə də bunlar. 1 qalıb, bu da 2-dir. Onda formul bura nə düşəcək? 2 düşəcək. Ay sağ ol. 2 düşəcək. Bu da oldu nə? Əsası duz. 2 dənə kalsium olduğu üçün bura 2 yazacağam. Sonra düzəldək, əmsallaşdıraq. 2, 4 dənə hidrogen, 4 dənə hidrogen. Oksigen neçə dənədir? 2, 4, 6 dənə. Burada neçə dənə oldu? 2, 6. Bir yanda orada 7. 7. Onda bura 2 yazsam. Hidrogen burada da var axı. Buranı hesablamadıq. 4, 6 dənədir. Burada 2 yazdıram da. Все, düzəldi. Deməli, başa düşdük necə aldım? 2-nin 1-ə nisbəti. Yəni, onlar düşür ha suallarda. Amma mən bunu normal duza çevirmək istəyirəm. Onda nə olacaq? Bu suallar düşür. Normal duz olana necə olacaq? Hidrogen hamısı əvəz olunacaq da. Düz deyil. Hə? Все da, doldu normal duz. Buradan da su çıxdı. Neytrallaşmadır da əsasla. Turşu neytrallaşır, nə əmələ gətirir? Duz və su əmələ gətirir də. Düz deyil. Şu. 1-in 1-ə nisbəti nə əmələ gəldi? Normal duz. Bir dənə formulu bildinizdə necə yazdım formulu? Yəni necə çıxartdım formulu? Başa düşdük Türkan, sən burada elə bir çətinlik çəkirdin. Başa düşdün? Bəli, müəllim. Dəqiq. İndi hər duzdan necə alınır? Qarşınıza çıxsa, çətinlik çəkməyəcəksiniz ki, indi mən orada nağıl söhbətlərdə onları da yazmaq istəmirəm. Əsas məqamlar deyirəm ki, orada çaşmayasınız, orada ilişməyəsiniz. Hə, necə alınır? Məsəl üçün, mən deyirəm ki, əsas alıram, əsas qələvi, suda həll olan əsasları tanıyıram da. Qələvləri necə alıram? Aktiv metalların üzərinə su gəlirəm, yəni natrium OH alıram da, buradan hidrogen qazı da çıxır. Və yaxud da natrium hidridin üzərinə su gəlirəm və yaxud da natrium oksidin üzərinə su gəlirəm. Yəni su ilə getsin də adi şəraitdə. Amma bu əsas alıram da mən burada. Qələvi alıram, suda həll olan. Amma tutaq ki, deyirəm ki, dəmirin 3 hidroksidini al. Dəmirin həll olan duzuna getmə şərt var idi axı reaksiyanın. İkisi də reaksiyanın əvvəlində nə olmalı idi? Həll olan olmalı idi da. Elektrolit olmalı idi, ion verməli idi. Üzərinə gəlirəm qələvi. Yəni bu qələvilərdən birini suda həll olanlardan. Nə alıram? Yenə buradan suda həll olmayan əsas alıram. Bir də duz alıram. Və burada da duz aldım, natrium xlorid aldım. Yeni duz əldə elədim. Aydındır? Natrium xlorid ala bildim. Yəni duzların alınmasında bu da var. Sonra duzların, bəzi duzların parçalanması var. Məsələn, turş duzlar. Turş duz var ha. Məsələn, natrium hidrokarbonat. Bu nədən əmələ gəlib? Natrium karbonata parçalanır. Bir də CO2-yə parçalanır. Bir də suya. Bir də sizin qarşınıza nə çıxa bilər? Məsəl üçün, tutaq ki, çıxa bilər. Deyir ki, sənə kalsium 3 PO4 2-nin üzərinə H3PO4 gəl. Gedərmi bu reaksiya? Bəli, PO4-dən sonra bir dənə də PO4 var da. Hansıdır? Kalsium H2PO4 əmələ gətirə bilərəm. Yəni, tursuz əmələ gətirirəm də. Aydındır? Və yaxud da gəlin bunu ümumiləşdirək. Bunu başa düşdük. İndi gəl bunu ümumiləşdirək nədə? Tutaq ki, yazıram ki, natrium 3 PO4. Qoy bunu silim, sizə də şey verməsin, deməli. Bax, yazıram natrium 3 PO4. Natrium H2PO4. Bir də natrium 2HPO4. Bildiniz də? Biri normaldır, biri turş duzdur, dihidrotufosfat, bir də hidrotufosfat. Deyirəm, bunları natrium OH və hansı? Natrium OH-la hansı H3PO4 ilə reaksiyaya gedər. Baxıram ki,
Natrium 3PO4 ən sondur da. H3PO4-ün duzudur da, düz deyil. Yəni 3 dənə hidrogen, 3 də natrium. Yəni natrium OH-la reaksiya gedib nə əmələ gətirəcək? Natrium 4 əmələ gətirəcək. Yox da elə bir duz. H3-də 3 dənədir də, PO4-ün qalığı 3-dür də valentliyi. Deməli bundan getmir. Amma H3PO4-dən gedəcək. Niyə? H3PO4-dən sonra PO4 qalığı var da, H2PO4, HPO4, turşu qalığı da onlarda. Deməli bundan gedir. İndi natrium H2PO4 natrium OH-la gedəcəkmi? Bəli. Niyə? Çünki natrium nə əmələ gələcək? 2PO4-də 2 dənə natrium birləşdi, natrium 2PO4. Yəni gedir. Bəs H3PO4-la gedirmi? Xeyr. Niyə görə getmir? Çünki H2PO4 sonu. Bildiniz necə? Yəni maksimum sözü eşitsəz, maksimum sözü natrium H2PO4. Ondan sonra yoxdur. H2PO4 yoxdur. Turşu qalığı yoxdur. Ən maksimumu H2PO4-dür. Aydındır? Turşu qalığında hidrogenli turşu qalığından söhbət gedir. Yəni turş qalıqdan söhbət gedir. Amma natrium HPO4 həm natrium OH-la gedəcək. Niyə? Çünki nə əmələ gətirir? 3 dənə natrium, natrium 3PO4. Bir də nə ilə gedəcək? H3PO4 nə əmələ gətirəcək? Natrium H2PO4. Deməli natrium hidroortofosfat hər ikisi ilə gedir. Natrium 3PO4 yalnız H3PO4 ilə gedir. Natrium H2PO4 də yalnız natrium OH ilə gedir. Bunu da başa düşdükmü? Hə? Başa düşdük? Qarışdırmayasınız ki. Xeyr, xeyr, aydın. Sonra yadımızda nəyi saxlayaq? Turş duzlar parçalanır. Amma normal duz, aktiv metalların duzları, məsələn natrium karbonat, natrium nitratlar parçalanır. Onun nitratların parçalanmasına keçəcəyik. Amma natrium ümumiyyətcə aktiv metalların duzları çoxsu parçalanmır. Amma pasiv metallardan, duzlardan məsəl üçün kalsium karbonat məsəl üçün parçalanır. Kalsium oksidə, oksidlərə parçalanır. Əsas oksid, bir də turşu oksidə. Bir də yadınızda saxlayın. Duzların xassələrindən söhbət, fiziki xassələrindən söhbət gedirsə, bu suda həll olan duzlar var. Çoxsu ağ rənglidir. Suda həll olanlar var. Çoxsu ağ rənglidir. Bəziləri var, suda həll olmayanlar var. Məsəl üçün, suda həll olanlar, bir də məsələn suda həll olmayan duzların da məsələn sabit valentli, mən onu necə ayıram? Sabit valentlilər var ki, məsələn barium sulfat əslində həll olmur ha. Amma barium sabit valentli olduğu üçün özü ağ rənglidir. Ağ rəngli çöküntü verir. Sonra gümüş xlorid sabit olmasa da gümüş xlorid də ağ rənglidir. Məsələn orada rənglər var da, həll olmayanlar. Həll olmayanlar da kimlərdir? Məsələn xlorid turşusunun 2 dənə duzu var idi. Quruqşun xlorid, gümüş xlorid, bir də civə 1 xlorid var. O henüz də heç birində həll olmur. Sulfatlardan da 5 dənəsi idi. Kalsium sulfat, barium sulfat, bir də stronsium sulfat. Gümüş sulfat, bir də quruqşun sulfat. Demək bunlar həll olmur, yerdə qalan bütün sulfatlar suda həll olanlardır. Amma digər turşulardan, məsəl üçün biz turşular hansı keçdik? Sulfid, fosfat, ortofosfatdır, metasilikat, karbonat, nə bilim, sulfid. Bu turşuların yalnız natrium, kalium, amonium duzları həll olur. Yəni homogen sistem əmələ gətirir də, yerdə qalanlar həll olmayanlardır. Bunu da yəni bir kənara da yazmalısınız ki, burada nə hansı duzlar həll olur. Bunu öyrənmək lazımdır ha. Əzbərləyirsiniz, nə edirsiniz, nə ayırırsınız, öyrənmək lazımdır. Bir də məsəl üçün mən deyirəm ki, kalsium ortofosfat. Yazıram kalsium ortofosfat. Kalsium 3, PO4, 2. Biz dedik ki, fosfatlardan da ancaq natrium, kalium, amonium həll olur. Kalsium ortofosfat həll olmayandır. Amma məsələn bunun istəyirəm ki, mən bunun yaratdım, əmələ gətirdim hidroortofosfatını. Bir də dihidroortofosfatını, H2PO4, 2 yazaram bura. Niyə? Çünki bax biri var H3PO4. Burada hidrogen sayı 3'dür. Niyə? Çünki PO4'ün qalığı 3'dür. Bura 3 1 düşüb. Hidrogen valentli 1'dir, bura 3 düşüb. Əgər mən hidrogenin birini versəm, burada qalır H2PO4. Bu biri getdiyinə görə bu valentliyi 1 olacaq. Kalsiumda 2 daxı.
Bu birdir, bir turşu qalığı da bir yerdə. Bura 2 düşəcək. Yox, ikisini vermişəmsə bu 2 valentli olacaq, bu da 2. Ona görə formul bu şəkildə qalacaq. Və mənə sual verilsə ki, bəs turşu duzlar, turş duzların suda həll olma qabiliyyəti burada necə dəyişir? Kalsium ortofosfat heç həll olmur, çöküntüdür. Amma bu biraz həll olur. Bu isə daha yaxşı həll olur. Yəni turş duzları getdikcə nə olur? Həll olma qabiliyyəti də turş duzu əmələ gəldikcə həll olma qabiliyyəti də artır. Ən çox da kalsium dihidroortofosfatdadır. Aydındır? Bunu da yadımızda saxlayaq. Sonra sual verilə bilər fiziki xassələrdə duzların ərimə qaynama temperaturu. Duzların ərimə qaynama temperaturu yəni maksimum olur da. Yəni normalda sabit qaynama temperaturu suda 100 dərəcədir. 100 dərəcədən yuxarı olur. Həmişə bunu yadınızda saxlayın ki, duzlarda həmişə yüksək olur. Həmişə su qaynayır, gedir, buxarlanır, gedir. Amma duz yerində qalır. Amma bəzi duzlar var ki, suya temperatura dözümü yoxdur. Onu kristallaşdırma ilə ayırırdıq. Məsələn, o duzlar parçalana bilir. Kalium bixromat var, parçalanır. Kalium nitrat var, parçalanır. İndi bəzi duzlar var ki, onları biz kristallaşdırma üsulu ilə ayırırıq. Buxarlandırma ilə ayıra bilmirik. Bu da öz yerində. Və bəzi duzlar var ki, məsəl üçün mən bayaq dedim duzlardır. Kalium karbonat parçalanmır. Parçalanmır. Amma kalium hidrokarbonat parçalanır turş duzu olsaydı. Natrium karbonat parçalanmır. Parçalanmır. Amma kalsium karbonat parçalanır. Bu suda həll olmayanda kalsium oksidi bir də CO2 parçalanır. Amma natrium nitrat, nitratların bir cürə parçalanması var. Əmələ gəlir burada natrium nitrit, bir də oksigen. Həmçinin bax bu duzun özünü də. Bunların desək ki, qrafikini göstər. Qrafikdə bunlar məsələn əvvəl bərk kütlə idi bunlar. Metal birləşmələr bərk halda olur da. Və sonrada da bu da bərkdir. Bu amma qazdır. Bu da bərkdir. Bu da qazdır. Bunun əmələ gəlməsi, deməli qrafiki bu şəkildə olacaq. Yəni azaldı. Müəyyən bərk kütlədən nə oldu? Azaldı. Yəni yenə bərk kütlə qaldı ha. Yəni yarandı axı bərk kütlə. Amma tamamilə sıfıra enmədi də. Qaz oradan ayrıldı, bərk kütlə azaldı, kütləsi qaz çıxdı. Amma yenə bərk kütlə orada əmələ gəldi. Amma sənə desə ki, amoniumlu birləşmələr, amoniumlu birləşmələrin parçalanmasında, məsələn, amonium karbonatdır. Burada əmələ gəlir amonyak, karbon qazı, bir də su. Su da zaten axırda buxarlanır. Bunun qrafikini göstərdisə, deyəcəksiniz ki, müəllimə bu şəkildə olacaq. Sıfıra. Ancaq sıfıra inəcək. Niyə görə? Çünki hamısı qazda uçdu. Su da zaten axırda buxarlanır da. Deməli, nəyə indi? Orada bərk maddə alınmadı. Qalmadı. Aydındır? Başa düşdükmü? Amoniumlu birləşmələrdə parçalanmada nəyə çevrilir? Qrafiki nə olur? Tamamilə sıfıra inəcək. Başa düşdükmü? Və bəzi duzlar su ilə qarşılıqlı təsirdə qızdırıldıqda özünə müəyyən qədər su birləşdirir. Su birləşdirir. Əgər tərkibində su saxlayan duzlara da su saxlayırsa, kristal hidrat deyilir. Kristal hidrat nə deməkdir? Məsəl üçün, mən yazıram mis SO4, bu duzdur, sadə duzdur, adi duzdur. Bunun üzərinə, məsəl üçün, ağ rəngdə dözdə. Buna su ilə qarışdırsam, qızdırsam, suyun müəyyən hissəsi buxarlanır, müəyyən hissəsi tərkibində saxlayır, özünə birləşdirir. Vur, 5 H2O, 5 molekul su birləşdirir. Bunu artıq deyirəm kristal hidrat. Bunun artıq rəngi dəyişir. Göy rəngdə kristal olur. Göy rəngdə kristal olur. Əvvəl ağ idi tək halda, duz halında. Əgər desə ki, kristal hidrat parçalandı, azalma müşahidə olundu. Deməli, parçalandı nəyə? Duzun özünə, bir də 5 dənə suya. Azalma nəyə aid olurdu həmişə? Su ilə duza aid olurdu. Bunu da yadımızda saxlayaq. Aydın oldu? Vəssalam, bu qədər. Yəni, burada çətin bir şey yox. Bir də yadımızda saxlayaq. Tutaq ki, mənə deyir ki, turş duzu da bu. Turş duzu mən nə ilə neytrallaşdıra bilərəm? Burada turşu varsa, turşu nə ilə neytrallaşdıram? Əsasla neytrallaşdırıram da. Natrium OH-la. Oy, bu niyə yaza bilmədim? Qoy, bunları silim, səliqə ilə yazım. Deməli, mən turş duz yazıram. Natrium hidrokarbonat. Bunu deyir, neytrallaşdır. Mən əsas gəlməliyəm də üzərində. Nə alınacaq? Natrium karbonat normal duz, bir də
su əmələ gələcək. Aydındır? Su da necə əmələ gəldi? Natrium gəldi buna birləşdi. Buradakı H-la bu OH nədir? Neytrallaşdı. Aydındır? Nə əmələ gəldi? Əmələ gəldi normal duz. İndi deyirəm ki, əsası duz verilibdir. Bunu mən nə ilə neytrallaşdıra bilərəm? Əsas var tərkibində turşu ilə da, düzdür? Əmələ gəlir normal duz, bir də OH ilə də H su şəklində ayrılacaq, yəni neytrallaşır. Buradan duz, normal duz və su əmələ gəlir. Bunu da yadımızda saxlayaq. Aydın oldu mu? Başa düşdük? Deməli, duzlardır, ən son bölməmizdir. Əslində sabahların mən bilmədim. Sabaha siz bu qeyri-üzvü birləşmələri tamamilə öyrənin. Genetik əlaqəzat var orada. Nədən, məsələn, duzdan, nə bilim, turşu alınma, oksid turşu alınma, onunla əlaqə yaradıram da bir-birindən. Necə alıram ardıcıl şəkildə. Sabahlarım Əli Hüseyn, səndə alınırmı saat 2-də? Saat 2-yə mən saat 1-də məktəbdən gəldim. Biologiya hazırlığım vardı. Onu da 2-yə salmışdı. Sabah 2-də hazırlığım var. Onda üçün mən uşaqlarla əlavə keçirəm. Sonra bir yerdə 6-cı gün əlavə keçəndə bunların suallarına baxacağam. Suallar verəcəm sizə. Yəni qəşəng öyrənin. Oldu mu? Çaşmayın. 5-ci gündə keçirdik. 5-ci gün rabitəni keçək. Qarışdırmayassan belə oradan buradan. Yox mu? Aha. Aydın oldu. Türkan. Aydındır. İndi görüm əgər qayd eləyə bilmişəmsə göndərəcəm qrupa. Yararlanarsın inşallah. Oldu, sağ olun uşaqlar. Sağ olun, inşallah görüşərik. Sağ olun. Tamam.